bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrlə birlikdə nahar edərkən onlardan biri dedi: "Ey Allahın elçisi, bizdən daha xeyirli kimsə varmı? Səninlə birlikdə iman etdik, səninlə birlikdə cihad etdik." Peyğəmbərimiz buyurdu: "Bəli, var. Sizdən sonra gələn qövm, onlar məni görmədikləri halda mənə iman gətirənlərdir." Peyğəmbərimiz həmçinin səhabələrinə belə buyurmuşdur: "Sizə iman gətirməyə nə mane ola bilər ki? Allahın elçisi aranızda səmadan sizə vəhy gətirir. Sizdən sonra elə qövm gələcək ki, onlara iki lövhə arasında kitab gələcək. Ona iman edib içindəkilərə əməl edəcəklər. Onlar savab baxımından sizdən daha üstündür." Peyğəmbərimiz bunu 2 dəfə təkrarladı.